Mən bura gələndə belə düşünməmişdim. Bir çox açılışlarda iştirak etmişəm, hamısının Allah xeyrini versin. Amma buranın ümumiyyətlə İçəri şəhərin aurası, burada bir müqəddəsliyi var. Burada bir hal var, burada bir qədimlik var. Babalarımızın, nənələrimizin, nə bilim, nəsilimizin burada bir əhval ruhiyyəsi var. Buranın aurasına yaraşan bir gözəl bir mərkəz düzəlmişsiniz. Yeməklərə, çaya və əsasda qarşılanmağa baxdım. Necə insanlar yığılıb başuca və hamısı bir-birini bağlayan bir şeydir. Çox şadam ki, mən bura gəldim və özüm üçün hərdən birdən bura mütləq inşallah Allah qızı tez-tez gəlib bir çay içib, burada bir şirniyyat yemək arzusunda olaram mən elə gəlir və qonaq gələndə mütləq gətirmək lazımdır. Və inanmıram bura gələn qonaq öz qonağını bura gətirməsin. Adı da Şəkərburadır, maşallah özü də elə Şəkərburadır. Allah xeyir versin, Allah bərəkətli eləsin, mərd bazardan uzaq olasınız. Allah xeyir eləsin. Çox sağ olun, var olun.